Məsələ ondan ibarətdir ki, Əfqan Sadıqovu Bakıya deport elədilər. Baxın ha, dəyərlənmədən. İndi görün, burada incə məqama toxunaq. Əfqan bəy bilirsiniz, bütün Gürcistan tanıyırdı, bütün Azərbaycan xalqı tanıyır. Əfqan bəy özü və xanımı Sevinç xanım jurnalistdir. Əfqan bəy və xanımı Sevinç xanım əvvəllərdə bizim efirə qoşulublar dəfələrlə. Əfqan bəy siyasi mühacir idi Gürcistanda, onun xanımı və çocuqları, az yaşlı evladı da var, o uşaqları Fransadaydı. Yəni, Əfqan bəyin işi Fransa məhkəməsində idi. Yəni, Avropa məhkəməsi, Fransa məhkəməsi ailənin birləşməsi üçün Əfqan Sadıqlının günahsız olub Fransaya mühacirət edilməsi, yəni göndərilməsi üçün qərar gözləyirdilər. Və o qərar qəbul edildi. Baxın, dünənləri yox, sırağa gün qərar qəbul edilib. Hər nəysə də dünən sırağa gün hər qərar qəbul edilən kimi İlham Əliyevin kəşfiyyatı deyirsiniz işləmir. Nə danışırsınız siz? İşləyirlər, lazım olanda işləyirlər. Nəysə, bunlar biliblər ki, Avropa qərar verdi, artıq sakitcə bunun qırmızı-mırmızı da götürülə bilər Əfqanın və Əfqan Fransaya gələ bilər. Və Fransanın verdiyi, Avropanın verdiyi dərhal qərarı bilən İlham Əliyev, qarşı tərəf boğraşlar daxil. Bilən İlham Əliyev, cıncıq Əliyev, cıncıq. Neysə, İlham Əliyev bunu bilən kimi neynədi? Deyirsiniz işləmirlər, devlət yoxdur. Belə şeydə devlət var. Belə Bakı suda batır, devlət yoxdur. Amma belə Əfqan kimi şeydə devlət var. İlham Əliyev özü gedir indi ora. Hər neysə, cıncıq Əliyev birbaşa Gürcistana zəng eləyib ki, bəs deməzsinizmi Əfqan bəy təcili, Əfqan bəy demir də o siyasi avara təcili deport edilməlidir və İvanaşvili ilə söhbət edirlər. İvanaşvili kimdir? Putinin şəriki. Şəriki deyirlər, indi o vaxt Gazpromda şərik olub da. Deməli, İvanaşvili hakimiyyət İvanaşvilinindir, amma İvanaşvilinin törəmələridir də vəzifədə. İvanaşvili özü biznesindən məşğuldur. Hər nəysə. İvanaşviliyə İlham Əliyev zəng eləyib, Əfqan təcil deport olmalıdır Azərbaycana. O qaçıb gedəcək Fransaya. Fransa məhkəməsi də Sevinç Sadıqovaya demişdi ki, qərarı verdi, amma sakit dur. Gürcistan hakimiyyətini Azərbaycana qıcıqlandırma. Sakitcə görək Əfqanı çıxarda bilirikmi? Bilirsiniz də, Gürcistan, İvanaşviliyə burada ürək sözlərimi deyəcəyəm, hələ bir səbirli olun. Hər nəysə, İlham Əliyev işləyir, onun xarici kəşfiyyat işləyir. Nəysə, İlham Əliyev İvanaşviliyə zəng eləyir ki, Fransa qərar verib bilirik, təcili deport eləyin. İvanaşvili nə dedi? Təşəkkür borcunu edəcəksənmi? İlham Əliyev deyir, problem yoxdur. Onda deyir ki, mən deport eləyirəm, sabah ya birisi gün, 3 gün ərzində Gürcistanda sizi gözləyirəm. Yiyib içməyə, təşəkkür borcuna hədiyyəmizi gətirirsən, özün gətirirsən hədiyyəmizi. Və İvanaşvili var, o amcıq əmənə oxşayan oğraş, Amcello, suslik oxşuyur, belə o sus hamuruna oxşuyur. Hər nəysə. Banan ölkəsi Gürcistan. Götüzə yaraşır əslində. Gürcü xalqına aid eləmir, amma Gürcü xalqı belədir. Ürəkdir Gürcü xalqı. Amma Gürcistan hakimiyyəti, siz bundansınız. Siz götsünüz. Siz göt verənsiniz. Siz İlhamın daşşağını da əməsi oğraşlarsınız. Gürcistan polisi cındır. Hakimiyyəti cındır. Oğraşsınız siz. Oğraşsınız siz. Cındırsınız siz. Banan ölkəsi. Siz Avropa Birliyinə gəlmək istəyirsiniz. İvanaşvili hakimiyyətindən Gürcistan Avropa Birliyinə gəlmək istəyir. Ala. Yala. Göt uşağı göt. Siz Avropanın
tualetinə girənməzsiniz. Mən yenə də deyirəm, buradan Gürcüstan xalqına aid eləmirəm. Orada bir futbolçu bir prezident var, oğraş oxşayan, heç bir təhsil olmayan futbolcu bir prezident var, ona deyirəm. Orada İvanaşviliyə deyirəm. Çünki hakimiyyət onun da orada, bir də şampunç gibi İvanaşvilinin daldan dincəldən var. Bana barın yanında dayanan şampunç gibi fikir verir. Şampun tikini indirəm ala mən. Elə ora baxana kimi orada bomba kimi elə qıza baxar. Ay deyirəm şampun çıxdı, baxdan şampun çıxdı, baxdan. Ala mən şampun tikini indirəm ala. Tikini indirəm. Qoyma bir ki. Sən fulu. Nəsə. Yok ha, yok. Yok, yok. Şampun çıkıyor, direkt prikol. Prikol, nehter. Prikol, nehter. Televizyona bakıram. Orada zamanı televizyona bakıram. Saat neçədir soruşursan. Əlindəki əlinə bax. Bu səs təkan var. Yox, səs təkan. Görürəm, onu yaxınlaşsın. Şampunçuk deyirəm ama yaklaşık deyir, şampunçuk, o da bakır bize. Saat neçədir? Saate bakanda əndəri stəkan üstə. Əndəri hamısı üstə də stəkanı. Əlindəki stəkan var onun. Əla. Bu getdi, dur əla. Yine mənə bək yol qıza baxın. Yox, əla prikol, dur əla. Sağda üzerinde olması diyarım. Daldan dincəldən İvanaşvilidən şey durum, onun daldan dincəldən var. O saçlı şey var bir dənə. Petuq gəlmişdi Azərbaycana. Ha, İlham Əliyevdən elə danışır ki, elə bil Akstafanın icra başçısıdır. Elə bil Gürcistan prezidenti də öyle Akstafanın icra başçısıdır. Hər neysə. Değerli vətənlərim, burada göstərmək istəmirəm. Kadrları görmüsünüz Facebook'da. Baxın ha. Ay səni cıncıq İlham Əliyev, cıncıq, fikir ver. Değerli vətənlərim, Əfqan Sadıqlını Gürcistanı almaq üçün qapını açmaq lazımdır. Fikir ver, Pajarını tökdülər. Pajarını, yanğın söndürənləri tökdülər binaya. Güya binada qaz sızma var, hamı çölə çıxmalıdır. Baxın ha, güya binada qaz sızma var, hamı çölə çıxmalıdır. Və Əfqan Sadıqlı məcbur edirlər, yanğın var, qaz sızma var binada. Əfqan Sadıqlı qapını açan kimi tutub aparırlar Əfqan Sadıqlını. Görürsünmü? Gözmü nə mamış həmən prezidentiniz var? Görürsünmü nə cıncıq prezidentiniz var? Görürsünüzmü? Uğraşdılar. İndi baxa, Əfqan, bir Əfqan üçün İlham Əliyev sabah Gürcistana gedir. Baxa, təşəkkür borcuna və hədiyyəsini aparıb gedir. İndi nə qədər puldur, nə qədər brilyantdır, nə bəlkə Toz rayonunda soflarda 18 reis çıxarılan Koroğlunun dəllərinin qızıllarının bəlkə də bir hissəsini hədiyyə aparır İvanaşviliyə. Hər neysə. İndi sözüm indi ondan getmir. Banan ölkəsi, banan hakimiyyət. Ölkəsi deməzdim, ölkə gözəl ölkədir. Gürcü xalqını mən çox sevirəm. Amma uğraşlar orada da gəlib hakimiyyətin başına. Sümsüklər, sürtüklər. Ona görə deyirəm ki, heç vaxt Putinlə bizə xeyir yoxdur. Nə olur olsun, İranda Əl-Hamineyi müdafiə eləyirdi mi? Gəbərdi. Çolaq gəbərdi. Əla, gəbərdi. Əl-Hamineyi gəbərdi. Əla. Mən o gün dediyim sözü bu gün də deyən oğlanam.
Çünki Əli Hamneyi niyə görə belə deyirəm, gəbərdi, rəhmətə getmədi. Bir dəfə də rəhmət oxumuşam, söz yox. Amma nəyə görə? Çünki Əli Hamneyi dünyanı silkələyən adam idi. Şimali Azərbaycana soyqırım gedirdi. Əli Hamneyi, İlham Əliyev orada saxlayan ən böyük qüvvələrdən biri olur. Sabah Erdoğan gəbərəndə Erdoğana da gəbərdi deyəcəm, sevinəcəm. Çünki Erdoğan da onu saxlayan olubdu. Dəyərli məsələrim, dəyərli soydaşlarım, qardaşlar, bacılar. Putin bu saatda İlham Əliyev Putin'den asılıdır. Bu saatda İlham Əliyev Putin'in dalda nəmir. Nə danışırsa İlham hara Putin'a. Hələ danışıb Putin'lə ki, çık. Davay da, indi Paşinyan elə bilir ki, üzdə İlham bunu dəstəkləyir. Ay Paşik, bir arvadı özünə kəbinini altına sala bilməyən Paşik. Sümsük, sən nənəm. Benim rahat olmadığım dünyada kimse istirahat eləyənməz. Paşinyanıymış. Bildik, təriflisən, biz də çox istəyirik səni, demokratsan biraz. Dümbələk, Paşinyan, sən elə bilirsən İlham Əliyev səni xoşlayır. Müharibə başlamamışdan qabaq, müharibə başlamamışdan ya da ilk günlərdə İlham Əliyev istənilən yardımı İrana elədi. Paşinyan seçilsin deyə Türkiye üzərindən 11 milyon dollar, baxa Qarabağda onların da əlil olanı var, şikəst olanı var, ölənləri var, onların ailələrinə 11 milyon dollar yardımı İlham Əliyev elədi. Erdoğan adına. Dalıncaq qadın alım. Dalıncaq. Bundan başqa İlham Əliyev nefti göndərdi. Yenə də təkrar edirəm. Bizim neftimiz var, istifadə edildi. Ayı 92. 1 manat neçə qəpikdir. Ayı 92 benzini erməni töysə 6 aydan sonra ya injektorunu güdüzdürməlidir ya karbüratorunu. Bir də o söyləyəcək Paşinyan o neftə yaxın gəlməyəcək. İlham Əliyev ayı 95 sizin 1 manat 60 qəpiyə aldığınız ən bahalı benzin ayı 95 super benzini ermənilərə sudan ucuz verdi. Neçəyə satılır Ermənistanda? Mən iqtisadçıların yalancısıyam. Bəli, 67 qəpiyə. 67 qəpiyə satılan benzin 100% 40 qəpikdən aşağı verilib, bəlkə də 30 qəpiyə verilibdir. Eləmi elə? Un gedir, dən gedir, Bakının ehtiyat taxılını, hər şeyini göndərdilər. Hər şeyini göndərdilər. İndi də Bakını su basır ha. Neyse, İlham Əliyev sabah gedir İvanishvilinin hədiyyəsini verməyə. İlham Əliyev gedir sabah İvanishvilinin hədiyyəsini verməyə. Əfqanı aldı. İndi görün ağa, Əfqan üçün belə zülüm çəkən İlham Əliyev. İndi görün ki Maksud Mahmudova görə, Elvin İsayevə görə qoşa təyyarəsini göndərən, şəxsi təyyarəsini göndərən İlham Əliyev. İndi görün ki, Qabil kimi adamlar var Avropada, siyasi fəallar var, odda yanmaz, suda batmaz. İndi görün ki, bizlər üçün İlham Əliyev nələr edər? Gör nə qədər gini adamdır ki. Gini dadı İlham Əliyev, gini dadı. O durna başlı, o yaramaz. Məhəmməd Mirzəli deyir ki, məni vurmusunuz elə. Cavan oğlanam, həyatımı yaşamaq istəyirəm, deyir. 1 milyon təzminat verin, 1 milyon təzminat verin, siyasətdən gedirəm. Ümumiyyətcə, bir də məni görməyəsiniz. Elşad Məmmədov qardaşım deyir ki, mənim 2 evimi əlimdən almasınız. Nehrəmli alıbdır. Hər nəysə. Deyir 2 ev yarım milyon eləyir. 2 ev. Yarım milyonumu verin, məni bir də görməyəcəksiniz. Bir ara deyəsən Tural da təzminat istəyirdi. Manaf da. Onları bəlkə də yanlış eləyərəm. Amma bütün hallarda onu deyirəm ki,
bax, nə mənə puldur da, bax, bu nə mənə puldur. Bir də Mirzəlim ortaya çıxacaq, hə? Bir də onlardan mı ortaya çıxacaq? Çıxacaqsa da daha onlar belə gedəndən sonra bu xalq elə qırılacaq ki, yəni ümidləri kayb olacaq, bəlkə də tək qabil olacaq. Amma eləmirlər, söyüşdən ləzzət alırlar bunlar. Bunlar söyülməkdən ləzzət alırlar bunlar. Bəli. Bəli, söyülməkdən ləzzət. Bax, bu dəqiqə Azərbaycan, bax, nətər deyim sizə. Bax, bu dəqiqə, inanın Allaha demirəm, amma məni sevənlər, izləyənlər. Liboy məmurun gerçək nömrəsini mənə atsınlar. Bax, Liboy məmurun gerçək nömrəsini mənə atsınlar. Hər 10 nömrədən 5-i, mənim nömrəmi, başqa nömrəm var da, heç tanımayan. Mənim nömrəmi tanımasa belə götürməyəcək. Çünki məni izləyir. Almaniyadan gələn zəng biləcək ki, qabil zəng edir. İnanın, ya da götürsə də səsimi eşidən kimi, tülkü kimi tanıyırlar və qaçırlar, dəyərli həmvətənlər. Burada baxış sayımızın göstərməyinə baxmayın, 1700 burada da 1000-dən nə qədər, hər nəysə. 2700, 2600 baxış sayımızın göstərməyinə baxmayın, bayaqları 3500-ə yaxınlaşmışdı. Ay, qardaşlar, vallahi bu saat ölkənin heç olmasa bir neçə faizi bizə baxır. Demirəm, ha. Demirəm 20-30 faizi, bir neçə faizi, 3 faiz, 1 faiz, 5 faiz, ən azından 10 minlərlə adam bizə baxır. Sadəcə baxış sayımızda vururlar. Sadəcə baxış sayımızda vururlar. Bəyənməni də vururlar, yorumu da vururlar. Yorumdur da, adam atır yorum. Sonra əksəriyyəti. Yorum atır. Yorumu özünə görünür özünə, amma bizə görünmür ki. Vallahi də. Bəziləri deyir, o bir telefonla baxıram, mənə yazır ki, qabil, mən yorum yazıram, çıxmır, adminin bloklayıb bu. Deyirəm, mənim adminim məni söysən də bloklamır. Sadəcə mundar bir rejim var. İndi sözümün ondan getmir. Sual ortaya çıxır. Gəlin bir şey deyim də. Bax, gəlin bir şey deyim. Bax, bu dəqiqə deyim ki, ay millət, bu dəqiqə deyim. Bu dəqiqə deyim, ay millət, şərəfsiz yalan deyən, göstərməyən, nə bilim, nə, Alyonanın filan bir kasetini göstərəcəm. Və yaxud, gerçəkdən də, məsələn, deyim ki, ay millət, bu dəfə Alyonanı İlham Əliyevin qucağında göstərəcəm, özdə pis vəziyyətdə. Bax, dedim də, bu sözü tutaq ki, dedim. Vallahi də, billahi də, yenə baxış sayımız 4000-i, 5000-i keçməyəcək. Çünki Pegasus aparatlarına vururlar. Axırıncı dəfə Mehmanzad olanda biraz baxış sayı qalxırdı. Normalda 5000-10.000 arası olurdu. O da İlham Əliyevə pis təsirlədi və qarşısına almaq göstərişi verdi. Bəli, gücləri aparata çatmayanda bütün şou proqramlar Qabilin vaxtındadır. Bütün o elizarlar, dəliyi darlar, nə qədər murmurdar var, hamısı Qabilin vaxtında efirə çıxır. Hətta məştubat hamamları belə Qabilin vaxtında açılır. Hətta dəyərli vətənlərim, inanın Allaha deyirəm ki, mənim efirim zamanı internetin sürəti azalır, fırlana durur, bölgələrin internetin keçirirlər. Nə bilim, nələr işığı keçirlər, nələr eləyirlər, nələr insanlar Qabiliyə baxmasınlar, Qabili izləməsinlər. Pusat Qabilin adını çəkmək, atom bombasını partlatmaq kimi bir şeydir. İnanın Allaha deyirəm. Sabahları bu hakimiyyət acca titrəyən kimi, bu xalq Qabil deyib Qabil oturacaq. Qabil xalqın səsidir, Qabil xalqın nəfəsidir. Və dəyərli vətənlərim, İnşallah vəziyyət yaxşı olacaq. Bəli, qurban tələb eləyir. Sabah məni də öldürə bilərlər. İlham Əliyev məni də öldürtürə bilər sabah. Mübarizə, qurban tələb eləyir. Alnımıza nə yazılıbsa o da olacaq. Əcəl, harda mayallaq, orada. 100 dənə İlham Əliyev olsun, öldürmədiyini, öldürə bilmədiyini, Allah qoruduğunu qoruyur. Deyəcəz ki, Qabil, deyəcəm, zəhirmar. Deyəcəyiz ki, bənətər olur, odur bax, 9000-dən çox adamı öldürdülər, deyirsən 3000 adamı öldürdülər. Mən yenə də deyirəm, Allah
öldürmediğini kimse öldürebilmir. Yaxşı, yaxşı, ne olmalıydı? Ne olmalıydı? Size ne diyeyim ben? Ne olmalıydı dedim, deyim ben diyorum ne olmalıydı? 10 minlərlə Azərbaycan ölkəni tərk eləyib mi? 90-cı ildə 8 milyon olan Azərbaycan xalqı indi də 10 milyondur, yalandan deyirlər. 8 milyondan da azdır. Elə mi elə? Bəyək bu dünyaya səfələn Azərbaycanlılar demək ki İlhamın ölümündən qaçdı, elə mi? Demək ki orada qalanlar ölməli idi, elə mi? Bəli, o gəmi məsələsidir ha. Deyir hamısı zorla bir yere yığmışam. Hayır, o adamlar evdə acından ölmürdü mü? O Qarabağda ölenlerin 90%'i evdə acından ölmürdü mü? Şəhid anası çıxıb dedi evdə acından ölməkdənsə getdilər savaşa. Ömründə bircə gün belə, o igid, micid, bir ad günü belə düzəməlli keçirə bilməyən oğlanlar heç olmasa bir neçə gün alqışlar eşiğində olmağı seçdi. Heç olmasa birinci grup yadda qal, birinci Qarabağ əlillərinə yenə normal pul verirdilər bunlara baxanda. Yenə bir balaca onların bir balaca az idilər, onları bir balaca nəsə elədilər. Az idi. Ama bunlar da düşündü ki uzaq başı bilən kəllə beyin travması o vaxt Qarabağ əllərində ay Azərbaycanlıyıq da ha. Ay yalandan getdik savaşda olmuşuq. Kəllə beyin travmasından zatdan hamı əlil olmadı mı? Pensiya almadı mı? Saxta əlillik yazdıran olmadı mı? Əlillərin 90%'i saxtaydı. İndi bu cavanlar da düşündü ki geçsin ölməyib, ölsə öləcək, o devdaşından ölür. O devdaşından ölür. Ölməsə də vayini dadı gedib axı. Bir dənə kəllə beyin travması yazdırıb ikinci grup pensiya alacaq. O 300-500 manat alacaq düşündü. Daha demədilər ki heç ayaqlarını itirən adamlara belə santimetrlə ölçürlər. Topuqdan yuxarıdır mı, aşağıdır mı? Əlillik düşürmü, düşmürmü? Pusat bədənində 2 kilo qəlpə, balaca bir dənə qəlpə olana əlillik verirdilər harasındasa olana. Ama indi 2 kilo bədənində qəlpə daşıyan adama əlillik vermirlər. Gördünüz mü nə vardı? O qaynana gəlin məsələsidir. Qaynana neynir? Gəlin də kündədən kəsir məsələsi. Dəyərli məsələdir. Bəli, apardılar, öldürdülər. Bax, mən bir gəncədir də, gəncə, samuq gəncə. İnanın Allaha deyirəm. O Bərdədə bir Elşən var idi ha, Elşən. Neydi onun adı? Bərdəli Elşən. Bərdədə Elşən o yardım eləyirdi, tutdular ha, indi də buraxdılar ha. Neydi onun adı? Elşən nə bilim nə idi? Yazın onu zəhmət olmasa adını. Elşən Musayev idi, nə oğraş idi bilmirəm. 5-6 dənə mafyoz qardaşdılar onlar, mafyoz qardaşdılar. 5-6 dənə mafyoz qardaşdı. Mən soyuq quyruğuna gətirmişəm. İlham Əliyevi yeyib bitirmək üzrəyik. İlham ağlar qalıbdı. Trump yoxa çıxıbdı. İndi ondan danışacağım. Trump yoxa çıxıbdı. İlham ağlar qalıbdı. Bərdəlilər mənim zəhləmi tökür ki, Elşən Musayevdən danış, Mustafayevdən. Ay nə danışım? Zauru öldürdülər. Bak bu qozuma kimi öldürdülər. Zauru öldürübmüş, anası ağlar qalıbmış. Gələ öldürtürsün, cəhənnəmi öldürtürsün. İndi mən durum ölkədə hər ailədə baş verməsə də hər tində baş verən kriminal işlərlə mi maraqlanır? Belə əsəbi deməzdim. Deyirəm ay, Zauru öldürüblər eləmi? Anası atası var mı? Nəmi qardaş bağışda? Deyir hə. Bircəcik mənim efrimə qoşulsun da nə? Vallahi deyir qorxurlar. Ay, qorxurlar. Ay, nətər qorxura ki? Nətər qorxura? Ay, bəyəqları göstərdim sizə. Biri 9 uşağı var, biri ölübdür. Təzə olan uşağı ölübdür. Uşaqdan da TikTok'a çıxıb. Mən dünənləri gülə-gülə deyir. Öldü deyir, gülə-gülə öldü. TikTok'da pul yığır. Sonra da uşağının meydini götürüb TikTok'a çıxır, cəmaat tənqid eləyəndən sonra. Ha, it də 8, 9, 10, 12 dənə küçüklüyür. Donuz da, donuz bəyənmədiyiniz donuz da. Amma donuzun birinin balası yolda qalarsa, birinin balası luka düşərsə,
birinin balası bir çökəyə düşərsə, donuz dünyanı dağıdır. Oradan əl çəkmir. Göz yaş dökür. Birinin balasını maşın vurarsa. Ancaq adamın 9 uşağı var. Adamın uşağının biri ölübdür. Deyib gülür, TikTok'da deyib gülür. Camaat qınayandan sonra çıxdı, balasını götürüb gəmgin belə görüntü göstərdi. Azərbaycan xalqının yarısını elə günə qoyublar, arvadını klientə aparır. İnanmırsınız? Mən neçəsini tanıyıram. Burada sorğuya da qoymuşam, sizlər də deyibsiniz. Bəli, bizim ətrafımızda da arvadını, qızını, gəlinini, anasını klientə aparan var. Valikə çıxardan var. Siz də tanıyırsınız. Xahiş edirəm, kimin ətrafında belə adam varsa yazsın ki, mən tanıyıram belə adam. İndi qağa, indi baxa, bizim bircədən arvadımız var da, elə, yaxşı, keçi kimi, qoyun kimi, nə bilim, xoruz kimi, bizim 10-12 toyuğumuz olsaydı, və yaxud 8-12 qoyuna bir qoç düşür, bizim 8-10-12 qoyunun qoçu olsaydıq, qonşunun qoçu gələndə belə gözümüzü yumardıq, pıstayır pıstasın da. Bir arvadımız var, onu klientə daşıyır, İlham elə günə qoyub ki, göt yığını göt. Ay oğraş yığını oğraş, İlham tərifləyən peysərlər. Nə qədər oğraş olmalısan ki, nə qədər ananı, bacını, Xaçaturiyanın yanına soxası əcraf olmalısan ki, sən İlhamı dəstəkləyəsən. Bugün İlhamı dəstəkləyənin başına torba keçirin, anasını ağladın. İlhamı kim dəstəkləyirsə, onun arvadını elə gözü baxa-baxa din-din eləyin, qızını qayırın. Kim İlhamı dəstəkləyirsə bilin ki, peysərdir. Anasını tutun, bax belə başına torba keçirin, daldan şey eləyin. Qızını, gəlinini, arvadını eləyin. İlham dəstəkləyən adamı yerindəcə vurun. Yerindəcə vurun. Vurmursansa oğraşsan sən. Buradan səslənirəm. Ey yursetdə olan, İlham tərifləyən anası başısı qəhbələr. Siz dənəm. Ey dünyanın müxtəlif ölkələrinə səpələnib, diplomlu, diplomsuz hamballıq eləyib, İlhamı dəstəkləyənlər. Ey anası bağışsız soskalar. Vətəndə İlhamın otellərinə Hindistanlara ümidli qoyub qaçanlar, oğraşlar. Siz bilmirsinizmi kimə görə ölkədən didərgin düşürsünüz bu neft qaz ölkəsində? Niyə görə Türkmenistandan didərgin düşən yoxdur? Niyə heç Qazaxıstandan sizi qədər didərgin düşən yoxdur? Niyə görə? Hər ölkədən var. Görmüsünüz Belarusiyadan gedib Rusiyada hamballıq eləyən nə qədər adam var? Quruşik işləyən. Ermənistandan quruşik işləyən, ən ağır işlərdə işləyən nə qədər adam görmüsünüz? Mən Rusiyada görməmişəm. Mühacirətə getmək olar, fəhləlik eləmək olar. Biraz az, biraz çox. Amma İlham Əliyevi gedib hamballıq eləyə İlham Əliyevi dəstəkləmək, anasını, bağışsını kiminsə yatağına basmaqdan betərdir ya da fərqlənmir. Siz Allah səhv mi deyirəm mən? Qardaşlar, səhv deyirəmsə yazın, səhv deyirəm. Nə olar ki, düz deyirəmsə yazın, düz deyirəm. Xahiş edirəm. Yazın, səhv deyirəmmi, düz deyirəmmi? Yazın, zəhmət olmasın. Yazın, yazın. Yazın da yazın, öz aramızdır. Mən sizin xidmətçinizəm, sizin qulluqçunuzam. Siz nə desəniz mənim üçün o qanundur. İndi yenə deyirəm, səhv mi deyirəm, düz mü deyirəm? Hayır, canlarım, ciyərlərim. Deyin də, səhv mi deyirəm, düz mü deyirəm? Hata, bir nəfər yazıb, hamı yazıb, düz deyirsən. Bir nəfər yazıb, hata, yəni səhv yazıb, səhv deyirsən. Nəyi səhv deyirəm? Sən gedib qıraqda diplomlu ya diplomsuz hamballıq eləyib İlhamı dəstəkləməlisən. Bax, Rusiyada savaş gedir, Ukraynada savaş gedir. İlham Əliyev sərhədləri bağlayıb balalarımızı ölümə tərk edibdir. Balalarımızı ölümə tərk edib İlham Əliyev. Bu düzdürmü? Dünyada koronavirusa görə hansı ölkənin sərhədi bağlıdır?
Hansı ölkən? İranla savaşa görə bağlamışdılar. Deputatlar elə deyir. İranla savaşa görə İranı bağladı. Heç olmasa Gürcistanı açdı, hə? Gürcistanı açdı, hə? Heç olmaz. Ay millət. Millət. Mən buradan Azərbaycan xalqına səslənirəm. Azərbaycan xalqına səslənirəm. Bunu kəsin, hər yerdə paylaşın. Mənim canavarlarım, buradası da yəqin ki. Mən buradan Azərbaycan xalqına səslənirəm. Bilirsiniz ki, İlham Əliyev ya zəlzələ ilə, ya bəlbələ ilə xalqı məhv eləyir. İstər sel daşqınları olsun, istər bu yağmurlar olsun, istər zəlzələlər, istər 1-ci, 2-ci, 3-cü Qarabağ savaşları, aprel döyüşləri və s. istərsə də ağzımızın içinə gəlib çatan İran savaşı və ya Paşinyan sonrası Kaçaryan savaşı. Bütün hallarda İlham Əliyev xalqı Trump Amerikanı nə günə qoyubsa ki, İlham Əliyev də xalqı o günə qoyub. Yəni Amerikada Trump ölməsə, Azərbaycanda da İlham Əliyev ölməsə, bu ölkələr xilas olan deyil. Ona görə ey Azərbaycan xalqı, sizə səslənirəm. 2 aydan sonra Ermənistanda seçimdir, seçim olar olmaz. Ya Ermənistan qarışacaq və ən uzağı payıza, İlham qalsa payıza. Hələ ola bilər, yay aylarında Ermənistanla savaş başlaya bilər. Hələ İranla savaş an məsələsidir. Bütün Azərbaycan xalqına səslənirəm. İlham Əliyev üçün tort yeməkdənsə pox yemək ondan yaxşıdır. İstəyir Ermənistanın başında Kaçaryan olsun. İstəyir Kaçaryan qoşununla gəlib Azərbaycanı işğal edər olsun. İstəyir Fars gəlib işğal eləsin. İstəyir Rus gəlib işğal eləsin. İlham Əliyev üçün savaşan namussuzdur. Savaşan şərəfsizdir. Kaçaryan Heydər Əliyevin xalası oğludur. Azərbaycan hakimiyyətində erməni qanı daşımayan kim var? İlham Mehriban daxil. Müdafiə naziri, Daxili İşlər naziri daxil. Yenə deyirəm, lap Ermənistanın başında Kaçaryan belə olsa, Azərbaycanı işğal eləmək istəsələr belə, zaten Azərbaycan işğal altındadır. Balanınızı savaşa göndərməyin. Qoyun İlhamın yerinə Kaçaryan gəlsin otursun. Kaçaryan olsa belə İlham Əliyev qədər bu xalqa divan tuta bilməz. Kaçaryan olsa, Sarkisyan olsa belə İlham Əliyev qədər bu xalqa soyqırım yaşada bilməz. Silahların ağzını İlham Əliyevə tərəf çevirin. Bir adam savaşmasın. Ey mənim vətən evlatlarım, savaşsanız oğraşsınız, savaşsanız dəyyussunuz, savaşsanız binamusunuz.